Salam uşaqlar, videoda 9 noyabr 10-cu sinif hədəf kursları buraxılış sınağının riyaziyyat fənninin suallarına baxacaq. Demək, 57-ci sualdan başlayaq. Deməli, şərtdə deyir ki, modul x x-ə bərabər olarsa, x hansı ədəd ola bilər? Baxırıq ki, modulun içində hansı dəyişən ya da hansı ədəd varsa, eynisi cavaba çıxıb. O zaman modulun içindəki ifadə müsbət olmalıdır. Çünki biz bilirdik ki, əgər modulun içindəki ifadə birəbir olduğu kimi cavaba çıxırsa, x müsbət bir ədəd olur, ya da 0, ya da x böyük bərabər 0. Əgər modulun içərisindəki ifadə əksinə cavaba çıxarsa, o zaman deyirdik ki, x kiçik bərabər 0 olur. O zaman birinci şərt ödəndiyinə görə x 0 ya da müsbət ədəd olmalıdır. Variantlardan da 0 və ya müsbət ədəd harada görürük? B variantında x 5 ola bilər deyirik. İkinci sualda eynilikdən A-nı tapmalıyıq. 0,5 9-da 5-ə bərabərdir. Bu da bərabər 9-da A üstəgəlsin 2. 9-lar silinsə 5 bərabər A üstəgəl 2-dən A bərabər 3 olur. Cavab A variantı. Verilən ədədin kəsr hissəsini tapmaq lazımdır. Biz bilirik ki, müsbət ədədlərdə tam və kəsr hissə göründüyü kimi yazılır. Yəni, məsələn, 4,3-2 olsa idi bu ədəd. Ona deyəcəkdik ki, tam hissə 4-dür, kəsr hissə gördüyümüz kimi 3-2. Amma mənfi ədədlərdə isə bu proses biraz fərqli olur. Tam hissə mənfi 4-dən 1 çıxılmaqla tapılır, yəni mənfi 5. Kəsr hissə isə gördüyümüz kəsr hissə 1-dən çıxılmaqla tapılır. 1 çıxılsın 3-2 bərabərdir 3-1. Yəni, verilən kəsrin tam hissəsi, verilən ədədin tam hissəsi mənfi 5, kəsr hissəsi 3-1-dir. Kəsr hissəsi cavab C. Ki, bunun səbəbini də bilmək istəsəz, niyə mənfi 5 və niyə 3-1? Çünki biz bilirik ki, ədədlər tam və kəsr hissədən ibarətdir. Tam hissə topla kəsr hissə. İndi mən ədəd oxunda mənfi 4,3-2-ni yazanda, bu mənfi 4,3-2-nin sol tərəfində mənfi 5 ədədinin, sağ tərəfində isə mənfi 4 ədədinin olduğunu bilirəm. Çünki mənfi ədədlər geriyə doğru, modulu geriyə doğru artır deyəcəkdim. Yəni ki, 0 daha sağda, mənfi 4 daha sol, mənfi 5, mənfi 6, mənfi 7, mənfi 8, belə-belə gedir. İndi ədəd oxuna baxanda solda nə görürük? Mənfi 5 görürük. Demək, tam hissə mənfi 5-dir. Və mənfi 5-in üstünə neçə əlavə etsək, mənfi 4,2 alınar. Buna baxırıq. 3-1 əlavə etsək, təbii ki. Yəni, mənfi 4,2-dən 5 çıxdım mənasında. Ki, həqiqətən də yoxlasaq, görürük ki, mənfi 4,2 mənfi 5 topla 3-1-ə bərabərdir. Həqiqətən də mənfi 5 topla 3-1 mənfi 4,2-ni verir. Mənfi 5 tam hissə, 3-1 kəsr hissə olur. Çox uzatmadan keçirik o bir suala. Şəkildə 70 dərəcə və bu işarələdiyim bucaq uyğun bucaqlardır. O zaman burada 70 dərəcə olacaq. Üçbucağın bucaqları cəmi 180 dərəcə olacaqsa, o zaman alfa topla beta bərabər 110 dərəcə olmalıdır cavaba. Verilən ədədlərə bölünüb qalıqlı bir alınan ədəd tapmaq üçün verilən ədədlərə əvvəlcə əkop tapıb, aldığımız cavabın üzərinə 1 əlavə etməliyik. 2, 5, 8 ədədlər üçün əkop tapılmalıdırsa, 2, 5-in əkobu 10, 10-la 8-in əkobu da 40 olacaq. Müxtəlif üsullarını da tapa bilərsiniz, vuruqları da ayıra bilərsiniz. Əkop 40. Üzərinə də 1 əlavə etsək, cavab C variantı 41. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyünün uzunluğu 4-dür. Hipotenuzun uzunluğu 10-dur. 10 yazaq bura. Katetlərin biri A-dır, biri B-dir. Biz bilirik ki, katetlərin hasili hündürlük ilə hipotenuzun hasilinə bərabərdir. Niyəsini soruşursunuzsa, çünki sahə həm AB bölü 2 düsturu ilə, həm də SH bölü 2 düsturu ilə tapıla bilir. O zaman ikilər ixtisar getsə, AB bərabər SH alınır. Həm də ki,
hündürlüyün tapılma düsturu da buradan AB bölünsün C olmuş olabilir. Bunu da yadda saxlayaq. AB bərabər HC, yəni AB bərabər H-dan C də əlimizdə var. 4 vur 10, 40, cavab A. Qrupda 3 qız var, onların orta yaşı 18-dir. O zaman 3 qızın yaşları cəmi, demək 3 qızın yaşları cəmini 3-ə böldükdə cavab 18 alınıbsa, o zaman 3 qızın yaşları cəmini tapmaq üçün 18-i 3-ə vururuq. Cavab 54 edir. 2 oğlanın yaşları cəmini tapmaq üçün isə eyni qaydada 2-ni 13-ə vururuq, 26 edir. Bütün iştirakçıların yaşlarının cəmini tapmaq istəyiriksə, o zaman hər kəsin yaşlarının cəmini toplayırıq. Hər kəsin yaşını toplayıb cəmi tapırıq. 54 toplansın 26 və 5 nəfər olduqları üçün 5-ə bölürük. Cavab edir 16 C variantı. Sadə sual məxrəci səsi olan neçə dənə düzgün kəsir var? Bu düzgün kəsirlər 80-də 1-də başlayıb, 80-də 79-da bitir. Yəni 79 dənədir. Cavab B. Biz bilirik ki, üçbucağın orta xətlərin uzunluqları paralel olduqları tərəflərin yarılarına bərabərdir. Yəni ki, üçbucağın orta xətlərin uzunluqları 40 olarsa, perimetr təbii ki 80 olacaq. Həm də onu bir şəkildə göstərək. Məsələn, üçbucağın orta xətti x-dir, tərəf 2x. Üçbucağın orta xətti məsələn y olsun, tərəf 2y. Üçbucağın orta xətti z olsa, təbii ki tərəf 2z olacaq. X topla y topla z bərabər 40-dırsa, 2x topla 2y topla 2z bərabər 80 olmalıdır. Cavab təbii ki C-dir. Standart şəkildə verilən bu ədəddə ədədin tərtibi 21-dir. Aha, sözün altına xətt çək. Tərtib 21. M çıx 3 bərabərdir 21. O zaman M nəyə bərabərdir? 24-ə bərabərdir. O zaman qiymətli hissə nəyə bərabər olmuş olur? 24 N-ə bərabər olmuş olur. Və bu hissənin qiymətli hissə olduğuna tam əminik, çünki bu ədəd standart şəkildə göstərilib. İndi biz bilirik ki, standart şəkildə olan ədədin qiymətli hissəsi 1-dən böyük bərabər 10-dan isə kiçik olmalıdır. Amma burada n olan bərabərsizliyi həll etmək əvəzinə variantlara baxacaq. Onu 10-dan aşağı düşməyən variant səhvdir deməli. Məsələn, 5-də 1 olsa A variantı. 5-də 1 olsa 24-ü 5-ə böləndə təbii ki 1 ilə 10 arasında bir ədəd alınır. 4,8. 24-ü 6-da 1-ə vursaq, yenə cavab 4. 1 ilə 10 arasında ədəd alınır, ödənir. Bu ikisi ödənir. 4-də 1 yazsaq, 24 4-ə böləndə 6 eləyir. 1 ilə 10 arasındadır, bəli. Amma 2-də 1 yazsaq, cavab 12 alınır. Və qiymətli hissə 12 ola bilməz. Qiymətli hissə 1 ilə 4 arasında olmalıdır. D variantı yanlışdır. 24-ü 3-də 1-ə vursaq, cavab 8 eləyir. 1 ilə 10 arası qaydasını ödəyir. Y variantı ödəyir. Cavab D. 10 ilə 20 arasındakı sadə ədədlər 11, 13, 15 deyil. Niyə? Çünki 15 1 və özündən başqa 3-ə və 5-ə də bölünür. 17 və 19. Və bu ədədlərin cəmini tapmaq tələb olunursa 60. Cavab D variantı. Verilən sualda C 90 dərəcədən böyükdür deyir. Zaten şərtdə də kör bucaqlı üç bucaq yazılıb. Əgər bir C tərəfi varsa və o C tərəfi 90 dərəcədən böyükdürsə, ki hal-hazırda görünür böyük olduğu, bir tərəf 5, həmin o C-nin ətrafındakı tərəflər də A ilə B yazaq. AC 5, BC 12-dir. İndi uşaqlar, bu 5 12 olsa idi, yəni düz bucaq olsaydı və 5 12 olsaydı, Pifagorla bilirdik ki, cavab 13 olacaq. Amma artıq bu bucaq 90-dan daha böyükdürsə, demək onun qarşısındakı tərəf də 13-dən daha böyük olmalıdır. AB tərəfinin ola biləcəyi ən kiçik tam qiymət və 13 deyilsə, deməli 14-dür. Cavab 14. Deməli, növbəti sualda 15 elementli bir A çoxluğu var və bu çoxluq 20 elementli bir B çoxluğunun alt çoxluğudur. Yəni bir B çoxluğu vardır, var. Bir dənə də bunun içində bir A çoxluğu var. A çoxluğu var. A çoxluğunun elementləri 15, B çoxluğunun elementləri 20. Və biz bilirik ki, əgər çoxluqlar kəsişməli olsa, içəridəki çoxluqdur cavab,
Əgər çoxluqlar birləşməli olsa, cavab çöldəki B çoxluğudur. Və bizdən sualda nəyi soruşur? Birləşməni soruşur. O zaman birləşmə, yəni NAB ilə NB deməkdir. NB də nədir? 20. Böyük olan əkob, kiçik olan əbobdur. Əbobu tapın desəydilər 15 tapacaqdıq. Yəni kəsişmə desə 15, birləşmə desə əkob, yəni 20. Bütün alt çoxluqların sayı isə təbii ki 2 üstü 20 olacaq. 2 üstü 20, bəli. Cavab 2 üstü 20. Növbəti sual. Şərti diqqətlə oxuyaq, sözlərə diqqətlə baxaq. Ən böyük mənfi tam ədəd. Bu ədəd nədir? Mənfi 1. Ən kiçik müsbət tam ədəd. Bu nədir? Müsbət 1. Bu ədədlərin cəmi. Bu ədədlərin cəmi nədir? 0. Cəmi ən böyük 5 rəqəmli sadə ədədə vuruldu. Ən böyük 5 rəqəmli sadə ədədin nə olduğunun burada heç bir önəmi yoxdur. 5 rəqəmli hər hansı bir sadə ədəd, 5 rəqəmli sadə ədəd 99.999 belə olsa fərqi yoxdur. 0-a vurulduqda cavab onsa 0 eləyəcək. Alınan cavabın üzərinə ən kiçik 2 rəqəmli sadə ədəd əlavə olundu. Alınan ədədin üzərinə də əlavə olundu ən kiçik 2 rəqəmli sadə ədəd. Yəni 11. Və nəticə neçə oldu? Təbii ki, nəticə 11 oldu. Yəni həmin o 5 rəqəmli ədəd nə idisə, 0-a vurulanda zaten cavab 0 oldu. Toplu 11, cavab 11 eləyəcək. Bu qədər. Növbəti sualda 2 modulun cəminin 0 olduğunu görürük. 2 modulun cəmi 0-dırsa, demək o moduldakı ifadələrin hər biri ayrılıqda 0-a bərabərdir. B çıxı 6 0-dırsa, B bərabər 6-dır. B bərabər 6 olsa, yəni 2A çıx 6 bərabər 0 olsa, 2A bərabər 6, A isə bərabər 3 olur. Növbəti sualda bir dənə 3 bucaqda B-də tənbələni çəkilib. AB 6-dır, 6, BC 10, CD isə AD-dən 2 vahid böyükdür. AD-yə əgər bir x desək, AD x olsa, CD isə x üstəgəl 2 olmalıdır. Və tənbölənin qaydasına əsasən 6 bölünsün x bərabər olmalıdır, 10 bölünsün x üstəgəlinsin 2-yə. Burada da 6 ilə 10-u ixtisar aparıb 3 ilə 5 yazsaq, çarpaz vurma edib 5x-i 3x topla 6-ya bərabər etsək, 2x də bərabər 6 olsa, x bərabər 3 olur. AD, yəni x bərabər 3. Cavab 3. Növbəti suala diqqətlə baxaq. Demək, NA, NB və kəsişmə arasında bir nisbət verilib. O zaman əmsallara baxıb əkob tapaq. 4, 3 və 6 ədədləri neçəyə tamamlaya bilirəm deyə bir düşünürəm. Əkob 12-dir. O zaman 12 olmaq üçün, yəni ümumi ifadənin cavabının 12 olması üçün NA ifadəsi ən az 3 olmalıdır. Ona 3K deyim. 12 olmaq üçün NB gərək 4 olsun. Buna 4K deyim. 6-yı nəyə isə vurub 12 almaq üçün gərək kəsişmə 2 olsun. Buna da 2K deyək. Eylerifen dairələrini çəkirəm. Çəkdim. Bu A dairəsi, bu B dairəsi. NA 3K-dır, 3K. MB 4K-dır, 4K. Kəsişmə 2K-dır. İndi bu dairə bütövlükdə 3K-dırsa, kəsişmə də 2K-dırsa, sol tərəf K olmalıdır. Bu çevrə bütövlükdə 4K-dır, kəsişmə 2K-dırsa, təbii ki, bura 2K olmalıdır. A-dan B çıxmaq, B-dən A çıxmaq. A-dan B çıxanda alınır. Yəni sol hissə K. B çıx A isə dairəyə alıram sağ hissədir. 2K-dır. Və bunları toplasaq bərabər 3K edəcək. K-nın da ala biləcəyi ən kiçik natural qiymət 1 olacağından cavab 3 olur. Növbəti sualda həm adi onluq kəsrlərə baxacaq, həm də natural ədədlərə baxacaq. Bu AB və BA-nın cəmini açsaq, yəni AB nə deməkdir? 10A topla B. BA nə deməkdir? 10B toplansın A. O zaman surət
ne olmuş olur? 11A toplansın 11B. O zaman bu dairəni yığışdıraq. Bununla bu ixtisar gedəndə surətdə 11 qalacaq. Topla. Burada isə 10A topla B çıxılsın. Bu ifadənin açılışda 11 topla A'dır. Çıxılsın 11, çıxılsın A olacaq. Və cavab 10A'dan A çıxan 9A çıx 9B olacaq. 9A çıx 9B. Bu 9A çıx 9B-dirsə, ortaq A-nı götürsək, daha doğrusu hesablama aparsaq, 10A'dan A çıxsaq 9A, B'dən 11 çıxsaq mənfi 9B, 9-u götürsək A çıx B qalsa, sonra A çıx B-lər də ixtisar getsə, cavab 9 qalacaq. Bu vurulsun. Növbəti ifadə isə bunun qısa yolunu bilirdik ki, eyni ardıcıllıqla məxrəclər verilsə və ən başdakı ən sona vurulsa, surətlər də necə var toplansa, cavab doğru alınacaq. 2-ni 6-ya vururam. Surətdə isə 3 vurulsun 4. 2-lərdən xətt çəkirik 2, 3-lərdən xətt çəkirik 2. 2-ni 2-yə böləndə 1. O zaman cavab elə 11 toplansın 9 olaraq 20 olaraq qalır. Növbəti sualda verilən nisbətə baxırıq. Verilən nisbətdən başa düşürük ki, A bərabər 2x, B bərabər 3 və C bərabər 5-dir. Verilən ifadə A üstəgəl B bölünsün B üstəgəl C. A üstəgəl B-yə baxsaq, A üstəgəl B bərabərdir 3K-dır. 2K topla 3K. B üstəgəl C isə 3x toplansın 5x 8x-dir. Yəni cavab 8-də 3. Cavab 8-də 3. 8-də 3 isə 10-luq kəsrində ifadə etsək, 8-də 1 1000-də 125-dirsə, 0-dan 1000-də 375 olacaq. Növbəti sualda alfa topla betdə 70-dir. Alfa topla betdə 70-dirsə, digər alfa nə olmalıdır? Təbii ki, 20 dərəcə olmalıdır. Çünki bunlar hamısı 90 dərəcənin içində yığışıblar. Beta bucağın dərəcə ölçüsünü tapaq. Alfa 20 dərəcədirsə, onda bu qalan 70 dərəcədə 2 dedik. O zaman burada 20 dərəcədirsə, onda geri qalan 50 dərəcə olacaqdır. Beta bucağı 50 dərəcə olacaq. Təkrar edirəm, bu bucaq ümumi 70 dərəcə olduğu üçün geriyə 20 qaldı. Sonra baxdıq ki, bu bucaqla bu bucaq eynidir. O zaman 20 dərəcə. 20 dərəcə. Nə oldu? 70-dən 20 dərəcəni çıxanda betaya 50 dərəcə qalmışdır. Bu da bir dənə dərəcə işarəsi. Növbəti sualda verilən əldə natural bölünənlərin sayını tapmaq istəyirsə, sadə vuruq, natural bölünən, müxtəlif sadə bölən hamısının tapılması qaydası ilk öncə hardan keçir? Sadə vuruqlara ayırmadan. 21 üstü n üstəgəl 2 sadə vuruqlara ayrılsa, 3 üstü n üstəgəl 2 vur, 7 üstü n üstəgəl 2 olacaq. İndi natural bölünənlərin sayı qüvvətləri bir vahid artırmaqdır. Yəni n üstəgəl 2 yox, yazmaq n üstəgəl 3 vur, yenə n üstəgəl 3 yazırsan və bərabər 49 eləməlidir. Hansı əldə 2 dəfə öz-özünə vursaq 49 eləyir, 49 7. Nəyin kvadratı, nəyə öz-özünə 2 dəfə vuranda 7 eləyir, 49 eləyir 7-ni. Deməli, n üstəgəl 3 bərabər 7-dir. N də bərabər 4. Növbəti sual məhlul məsələsidir. Demək, 400 qram 50 faizli məhlulun üzərində 100 qram duz alıb, onun neçə faiz məhlul alınır? Birinci, bu məhlulu bir araşdıraq, parçalayaq görək ki, bu neçə qram duz, neçə qram sudan ibarətdir. Tez 400-ün 50 faizini tapırıq. 400-ün 50 faizi, yəni 400 vurulsun 100-də 50 bərabər edəcək 200. Təbii ki, 400-ün yarısı 200-də. Demək, 200 qram duz və 200 qram su var.
Və deyək ki, buraya 100 qram duz əlavə olundu. Buraya 100 qram duz əlavə edək. 100 olsun. 100 qram duz əlavə etsək, duz olacaq 300. Və deyək, neçə faizi məhlul alınır? Məhlulun faizi biz bildik ki, duz bölünsün, ümumi miqdar vurulsun 100% şəklində tapılır. 100%. O zaman duz, yəni 200-dən 300 cəmi 300 böl ümumi məhlul 400-dən 500-ə qalxdı. 500 vur 100%. Buradan da bir sıfırlar ixtisar getsə, cavab 60% edəcək. Bu birinci yol. İkinci yol isə daha çox kimyada istifadə olunan M1 vurulsun P1 M2 P2 bərabər M1 toplu M2 vur X düsturudur. Yəni nədir o düstur? Deyilir ki, məsələn 400 qram 50%li. 400 qram 50%li topla üzərinə 100 qram yazırıq bura. 100 qram. Nə əlavə etdik? Duz. Bəs duz neçə faizli məhluldur? Bəli, 100% məhluldur. Və nəticədə neçə faizli məhlul alınıb? Neçə faiz məhlul onu axtarırıq. Ona da bir X deyirik. 400 qramla 100 qram edir 500 qram və doğru tənliyi qururuq. 400-ü 50-yə vuranda eləyir 20.000. Sonra üstə gəl 100-ü 100-ə vururuq. Eləyir 10.000 bərabərdir 500x. 500x bərabərdir 30.000-ə. 2 0 silsək, 300 manat da 5-ə bölsək, x bərabər 60 edəcək. Növbəti 2 suala baxaq. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Yəni 3x üstə gəlsin 30 bərabərdir. X üstə gəlsin 40 dərəcə. 3x-dən x-ə çıxanda 2x edir. Bərabər 40-dan 30 çıxanda bərabər 10 dərəcə edir. X bərabər 5 dərəcə. Aha, x 5-dirsə cavab bu deyilmiş. X 5-dirsə A-nı tapaq. Yəni alfanı. Alfa 3x topla 30 dərəcəymiş. X 5-dirsə 3x 15. Bu alfa 45 dərəcə edir. Eyni buradan bettanı tapaq. Betta isə bərabər x topla 40. Yəni 5 topla 40. O da 45. Təbii ki, bu bucaqlar bir-birinə qarşılıqlı bərabərdirsə 45 olacaqlar. Alfa topla betta cəmi də 90 dərəcə. Növbəti suala baxırıq. AB parçası üzərində A nöqtəsindən başlayaq, C və D nöqtələri qeyd olunub. Bu bizim AB parçası. AB parçası. A təpəsindən başlayaraq C və D-dən nöqtələr qeyd olunub. Rast gələ bir yerə C yazıram. Rast gələ bir yerə D yazıram. Sonra biraz rəngi dəyişək bu sualda. AB ümumi 50-dir. CD ümumi 10-dur. AC və BD-nin ortalarından AC və BD parçasının orta nöqtələr arasındakı məsafəni tapaq. İndi 50-dən 10 çıxırıq. Daha doğrusu belə deyək. Bunlar orta nöqtə olduqları üçün x, y olsun. Və görürük ki, 2x toplansın, 2y toplansın 10 bərabərdir 50 dərəcəyə. 50 dərəcə yazdıq 50-yə. Sadəcə 50-yə. 2x toplansın 2y bərabərdir 40. X toplansın y bərabərdir 20 dərəcə. Dərəcə deyirəm yəni də. Uzunluq 20. X topla y 20. Amma bizim nəyi soruşur? Toxunanlar arasındakı məsafə. X topla y gördük ki 20-dir. Üstünə də 10 əlavə etsək bərabər 30 olur. Cavab 30. Və sonda sadə bir ədədlə bitiririk. A ədədi B-nin 40%-ni təşkil edirsə, yəni A böl B vurulsun 100% bərabər 40% edirsə, faiz işarələrini silsək, A bölünsün B bərabər 5-də 2 olacaq. Və bizdən nəyi soruşur? B böl A nisbətini tapın deyir. O zaman
5 bölünsün 2. Yəni 2,5. Cavab nə eləyir? 2,5. Təbii ki, şərt yazanda bunu ətraflı yazmaq lazımdır. Bununla da suallar bitdi. Ümid edirəm ki, faydalı olmuş olar.